Mənim də arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Mənim də arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Mənim də arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Aşur Bey. Xoş gördük. Çeviç bəy. Bəli, bəli. Mən Elcan bəyə burada bir söz demək istəyirəm. Mən siz də bilirsiniz ki, mən nə İslam dinindəyəm, öz dinim var. Amma Azərbaycan Respublikasının konstitusiyasının o maddələrinə şərhi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi verir. Hətta sizin də, mənim də arzum budur ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Mən məcbur eləmirəm. Məcburiyyətdə Konstitusiya Məhkəməsi şərh verib və ona görə də Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi buna uyğun qərar qəbul edib ki, uşaqları məscidə apara bilməzsiniz. Budur məcburiyyət. Amma kimsə sosial şəbəkədə mən istəyirəm ki, Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir. Mənim istəyim, mənim sözümlə baş verəcəksə qoy baş versin. Məcburiyyət tamam başqa bir şeydir. Çevik bəy, sizin bu elədiklərinizin hüquqi cəhətdən heç bir qanun pozuntusu yoxdur. Heç kim buna görə sizə heç nə eləyə bilməz. Əgər kimsə bununla bağlı sizə nəsə eləsə, ictimai olaraq sizi mən müdafiə eləyəcəm. Mənim dinimin əksinə də söz demiş olsanız belə, mən ədalətimi heç nəyə satmadan bunu müdafiə eləyəcəm. Çünki sizin dediklərinizin Azərbaycan Respublikasının konstitusiyasının heç bir maddəsinə, cinayət məcəlləsi və digər məcəllələri, hətta heç bir hüququ, qanuna aid heç bir pozuntu yoxdur. Bu işinizdə sizə həqiqətən xoş niyyətimlə arzulayıram ki, bu cəmaatın o fikrini dəyişə biləsiniz. Çünki bu cəmaat o əks fikri dinləməyə gücü çatmır. Çünki fikri, əks fikri belə deyək, bir insana irad bildirmək hər kəsin haqqıdır. Təhqirdən başqa hər kəs haqqında tənqid ola bilər. Ölkə başçısından tutmuş ta adi vətəndaşa qədər hər kəs tənqid oluna bilər. Bu Azərbaycan Respublikasının konstitusiyasında da yazılır ki, Azərbaycan prezidenti təhqir oluna bilməz, amma onun fəaliyyəti tənqid oluna bilər. Deməli, hər bir kəsin tənqid olunma hüququ Azərbaycan konstitusiyası ilə və Konstitusiya Məhkəməsinin şərhi ilə icazə verilib. Ona görə çıxıb siz bunu pozursunuz, onu heç nəyi də pozmur. Elmi debatı eləyə bilən varsa, dini mətnlərlə gəlsin, debatını eləsin. Əks təqdirdə sən bunu deməklə bu maddəni pozdun. Heç birini də pozmamışsınız. Mən sizə cavab deyəm. Bax, burada 5000 adamın içində deyirəm. Əgər bu məsələlərə görə kimsə sizə nəsə eləsə, ictimai olaraq sizin hüquqlarınızı bəlkə də 5 vəkildən şəxsən mən müdafiə edəcəm. Bax, bunu sizə səmimi olaraq deyirəm. Mənim fikrimi belə, siz canlı yayınlarda özümüz belə danışmışıq. İradınızı bildirmişsiniz, haqqınızdır, bildirin. Bu sizin konstitusiyon hüququnuzdur və qoyun bu Azərbaycan xalqı tənqid eləməyi öyrənsin. İstəyir sevdiyi olsun, istəyir sevmədiyi olsun. Ona görə sizə uğurlar arzulayıram. Mən sözüm bu qədər. Mən dini debata qatmam. Çok sağ olun. Teşekkür ederim. Teşekkürler Aşur. Bu arada ben diyeyim ki Aşur özü hüquqşünasdır ve şeydir, gedib internette hansısa konstitusiya maddəsi Gördüğünüz kimi bu Aşur, yani bu Aşur kafir, Azərbaycan dövlətinin İslam dövləti olmasını istəmir. İstəyir ki, İlham Əliyevin an içdiyi Quran-ı Kərim olmasın. İstəyir ki, məscidlər dağılsın. İstəyir ki, Əhl-i Beytə aid olacaq nişanələr aradan qalxsın. Bu Aşur ateist kimi bir şeydir. Düzdür də, deyir mən Allah'a inanıram. Muhammed'e inanıram, peygamberlere inanıram, Əhl-i Beyt'e inanıram. Ama ateistlerle bir olanda ise Allah bunun iç yüzünü açtı ve bize gösterdi ki Aşur ve Aşur'un etrafındaki olacak insanlar ateizmle meşguldür. Onlar İslam'ın qabağını almaq istəyirlər. Onlar Kəbəni yıxmaq istəyirlər. Onlar Quranı cırmaq istəyirlər. Onlar Azərbaycan dövlətindəki olacaq məscidləri yıxmaq istəyirlər. İslam'a aid olacaq heç bir şey saxlamaq istəmirlər. Azərbaycan Respublikasının prezidentinin an içdiyi Quranı aradan qaldırmaq istəyirlər. Azərbaycan bayrağındakı olan yaşıl İslam bayrağını, İslam rengini oradan götürmək istəyirlər. Yəni ki, Azərbaycan Respublikasına aid olacaq bayrağı belə dəyişmək istəyirlər.
Aşur ve Aşur kimi ateistler buna göre çalışırlar. Ve bu yerde de ben davet edirəm, yani bu kimi insanlara boykot eləyin, bu kimi insanların səhifəsində olub onlara like vermeyin. Lütfen paylaşın. Lütfen paylaşın ki sizin dininizi aradan kaldırmasınlar. Elbette ki kaldıra bilmezler. Bir şama, bu İslam dini bir şam değil ki üfüresen sönsün. İslam dini güneştir. Güneş, ona üfürməklə o sönmez. Bu kimi kafirler Allah'ın dinini yer üzerinden silebilmezler. Birleşeyin bu kafirlere karşı çıkarın. Bu Aşurdur, bu da ateisttir. Bəli. Yani bu şekildeki olan bu səhifə Aşurun səhifəsidir. Ona hiçbir dini suallar vermeyin. Onlar ateistlerle birleşipler. İslam içerisine girip Əhl-i Beytin sözleriyle insanları aldatmak istəyirlər. Ama bu səsində nə deyir? Mən İslam'a qarşıyam. Mən Azərbaycanda İslam'a qarşı mübarizə eləyirəm. Bu kimi insanları tanıyın ve bunlara Kur'an ve sünnet ışığında öz etirazınızı bildirin. Benim de arzum budur ki Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Ki Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Benim de arzum budur ki Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram. Benim de arzum budur ki Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və benim de arzum budur ki Azərbaycan xalqı müsəlman olmasın. Bu mənim istəyimdir və bunun üçün də çalışıram.